İsmət məqamındadılar. Və Allah Teala onları Əhl-i Beyt kimi bizə tanıtırır və ayədə də qeyd edir. Bu bir məsələ. İndi onlar kimdir? 5 dənə nəzəriyyə var. Gəldik çatdıq axır şükür Allaha o yerə. Bəzilərinin fikrinə əsasən deyirlər o Peyğəmbərin xanımlarıdır. Bəziləri belə bir iddia ediblər. Peyğəmbərin həyat yoldaşları. İkinci versiya Peyğəmbərin həyat yoldaşları ilə yanaşı 5 kimsə. Yəni Peyğəmbər, Həzrəti Zəhra, Əli əleyhissalam, Həsən və Hüseyn. İkinci versiya budur. Yəni həm Peyğəmbərin xanımları, həm o 5 nəfər. Üçüncü versiya deyiblər yalnız Peyğəmbərdir. Əhl-i Beyt də yalnız Peyğəmbərin özü. Dördüncü versiya deyirlər Bəni Haşim, Seyyidlər. Bəziləri belə bir sözdür. Beşinci versiya yalnız və yalnız o 5 nəfər. O 5 nəfər Əmirül Möminin, Peyğəmbər, Zəhra, İmam Həsən, İmam Hüseyn. Birinci versiya nə oldu? Bu Əhl-i Beyti nəzərə tutulanda xanımlardır bəziləri deyir. Görəsən elədirmi? Axı biz nəticə nə almışıq? Bunlar kimdirsə məsumdur. İndi gələ biz Qurana bir dənə müraciət edirik görə Peyğəmbərin xanımlarını Allah Teala Quran-ı Kərimdə bizə məsum kimi tanıtdırır. Yaxşı. Elə Quranla izah edir. Çox sadə. Biz Qurana müraciət edirik. Mən surə deyirəm sizə. İnşallah bu surəni evdə bir əziyyət çəkin, zəhmət olmasa açın oxuyun. Təhrim surəsi. Allah Teala bu Təhrim surəsində Peyğəmbərin bəzi xanımlarına söhbət açır. Və o ayələrə baxanda görürsən yox məsum deyil. Axı söz o xanımlardır bu ayə. Onda bu ayə deyir onlar məsum deyil. O ayəsi kimlərdən ki danışır onlar məsumdur deyir. Yəni Quranla izah eləyək ayələri. Onlar Təhrim surəsində Əziz Allahımız buyurur ki: İz əsərrən nəbi 3-cü ayə Təhrim ilə bəzi əzvacih hədisən. Baxın, aşkar, şəffaf ayə. Peyğəmbər bir sir, əsərrə nədir? Sir verdi kimə? Həyat yoldaşlarından birinə. Fələmmə nəbbət bih. O nədir o? Sirri açdı. Bu sirri başqasına danışdı. Peyğəmbər sir tapşırır bunu. O Peyğəmbərin sirrini açdı. Və əzhərəhullah əleyhi. Allah Teala da Peyğəmbərə qeybi xəbərdən çatdırdı ki, Peyğəmbər xanımın sirri açdı. Yaxşı. Peyğəmbər nədir? Ərrəfə bə'dəhu. Gəldi ona dedi ki, sən niyə bu sirri qeybi danışırsan orada? Və ə'rəzə ən bə'zin. Peyğəmbər ümumi şəkildə xəbərdar elədi ki, sən sirri açmısan. Xırdalığına getmədi. Xanım çaşbaş qaldı. Fələmmə nəbbəhə bih. Elə ki, o Peyğəmbər ona o xəbəri verdi. Qalət, mən ənbəəkə hazır. Ay Peyğəmbər, bu sən kimdir daxil? Yəni, mən də kiməsə danışmışam, o da ki, aramızda qalsın. Hardan çıxdı? Peyğəmbər cavabı buyurdu ki, qalən nəbbəniyəl əl-əlimul xəbir. Əlim olan Allah, hər şeydən xəbərdar olan Allah mənə çatdırdı nə var deyil. Bu bir məsələ. Sirri açmaq olar. Sirri açmaq bu ayəsinə şamil olar. Yusuf ənkumurrit. İsmət məqamında adam bir nəfər sirrini açar. Qəti. Bu ayə deyil ki, mümkün deyil. Hələ davam edir amma. Baxın ayəyə. Sonra 2 dənə xanımından danışır. Bir in tətubə iləllahi səhv iş görmüsünüz. Tövbə edib Allaha dönüş eləsiniz. Bu heç. Amma bunu deyim sizə xanımlar. Fəqət sağət qulubukuma. Qəlbimiz haqdan dönüb batilə tərəf. Sağət, yəni sağ kəlməsi batilə meyl eləmək. Qəlbimiz batilə üstü. Peyğəmbər ki, xanım haqqında deyib ayı. Sonra nə deyir görün? Bir intəzahara aleyki. 200 birdən birləşərsiniz ha. Peyğəmbərə qarşı çıxmaq istəyirsiniz. Birləşsiniz onu bilin. Fə innəllaha huvə mövlah. Peyğəmbərin Allahı var. Elə bir Peyğəmbərin Allah arxasıdır. Və Cibril onun arxasındadır. Və salihul müminin. Salihul müminin kimdirsə inşallah izah verir. O da oradadır. Əli. O da Peyğəmbərin yanındadır. Və mələikə, mələklər də Peyğəmbərin yanındadır. Və ədəzalik zəhir. 200 birləşsiniz, narahat olmayın, mən Peyğəmbərini qoyan deyirəm. Amma qəlbimiz yaxşı istiqamətə getmir. Yaxşı, bu ayə mümkündür şamil olsun. O Əhl-i Beytə. Bunlar mümkündür Peyğəmbər xanımların Əhl-i Beyt olsun bu mənada. Bax, Əhl-i Beytə Allah deyir, yutəhhirəkum təthira. Liyusib ənkumur ritz. Çirkinliyi, rəzilət, xüsusiyyətlərin, pis əməllərin hamısını sizdən uzaq eləmiş. Amma ayə deyir, qəlbin batilə meyl edir, 2 xanım. Yaxşı. Ondan sonra Allah nə deyirlər? Allah Teala buyurur bu ayədə ki, Əsə Rabbuhu in talliqəkunnə. Peyğəmbər sizə talaq versə, ay xanımlar, ən yubdiləhu əzvacən xeyrən minkunnə. Allah o Peyğəmbərə sizdən daha yaxşı xanımlar nəsib eləyər. Yəni görünən budur ki, sizdən yaxşılar da var. Görünən budur ki, Ummul Müminin kəlməsi, Peyğəmbərin xanımları ki, möminlərin anasıdır, belə bir ləqəb var. Ummul Müminin kəlməsi bu demək deyil, daha Peyğəmbərin xanımları imanın zirvəsindədirlər. Bu demək deyil ki, daha Peyğəmbərin həyat yoldaşı olduqlarına görə bütün xanımlardan üstündürlər. Bu ayə deyir ki, sizdən də xeyirlilər var, sizdən də yaxşılar var. Siz belə elə söz, Peyğəmbər sizi boş yer, ən yaxşısını ailə var. Yaxşı. Sonra deyir, bu deyil ki, Peyğəmbərin xanım olasan. Bundan da mühüm məsələ var. Sənin dəyərin Peyğəmbərin xanım olmağı
Bir dənə gözəl bir lütfüdür. Bu kimin yanındasan? Amma səni dəyərli edən sənin əməllərin olacaq. Baxın sonra nə deyir? Elə bir xanımlar nəsib edirəm peyğəmbərə ki, muslimət, Allaha təslimdir. Müminət, Allaha iman gətirib. Qanitat, davamlıdır ibadətində. Taibat, tövbə eləyənlərdir. Əbidət, bəndədirlər Allaha. Saihət, oruçdurlar. Və səyyibətin və əbkara. Əbkara, davam edir. Mən deyirəm, xanımlar nəsib edirəm peyğəmbərə. Yəni istəyir Allah Taala desin ki, dəyər nədədir? Sənin əməllərindədir. Ola bilər bir ömür yaxşı bir insanın yanında yaşayırsan, amma hələ sənin imanın çoxdələşməyib. İmanın zirvə nöqtəsinə çatmamısan. Yəni peyğəmbərin yanında olmaq hər şeyi həll eləmir. Ondan sonra ən axırı Təhrim surəsində görün nə deyir? Deyir ki, zərəbəllah məsələn lillezine kəfəru imra'ətə Nuh və imra'ətə Lut. Tarixdən misal gətir. Tarixdən Allah aparır məsələn. Nuhun həyat yoldaşı, Lutun həyat yoldaşı. Neynədilər? Fəxanətahuma. İkisi də peyğəmbərə, iki peyğəmbərə qarşı çıxır. Peyğəmbər həyat yoldaşıdırlar. Arada kimə qarşı çıxırlar? Peyğəmbərə qarşı çıxırlar. Fələn yuğni anhu minallahi şey. Və bu da çıxdıqları cavabı da verilməli idi. Yaxşı. Və qilə udxula ən-nara ma'ad-daxilin. Onların da yerləri bəlli idi. Yəni Allah Taala istəyir ki, peyğəmbərin xanımı olmusansa, daha bu o demək deyil ha. Daha sən ən imanın zirvə nöqtəsindəsən. Möminin anası olmaq o demək deyil ki, imanı yüksək zirvələrə gəlib çatmısan. Ola bilməz bir nəfər mömin anasından amma iman zəifdir. Əslində Ummul Müminin ləqəbi fikri bir kəlmədir. Fikri. Yəni peyğəmbərin xanımları ilə peyğəmbər dünyasında yaşayırsınız, evlənə bilməzsiniz. O sizə ana misaldır. Hətta ayədə də var: "Və la an tankihu azwajahu min ba'dihi abada." Heç çox evlənə bilməzsiniz peyğəmbərdən də sonra belə müddət keçsə də belə. Onların evlənə bilməzsiniz. Ummul Müminin kəlməsi fəziləti bildirmir. Fikri bir kəlmədir. Fəzilət əgər onun yolun gedicisi olsa fəzilətdir. Yox, onun izi ilə getməyəcəksə fəzilətin olmayacaq. Peyğəmbərin həyat yoldaşı olduğuna görə məsum deyilsən. Ola bilər İsmət evində olasan amma məsum olmasın. Peyğəmbərin evində olmaq hər şey əldə eləmir. Bu ayələr damısı. Hətta günah eləsə 2 qat. Hə, o Əhzabda var. O niyə 2 qatdır? O da indi oxuyarıq onu. 2 qat Allah zülm eləmir. Bunun bir mesajı var. Yəni axı sən peyğəmbərin xanımı olduğuna görə sən mission böyüdün. Zaman sən ayaq etdiyin, ayaq qoyduğun yerə baxır. Hərəkətinə baxır. İnsan ictimailəşəndə doğrudan da məsul artmağa başlayır. Çətindir bu, yəni insanın məşhurlaşmağı. Daha sən o məşhurluğundan insanı azdıra bilərsən. Səhv istiqamətdə verə bilərsən. Bu insan müğayət olmalıdır. Allah'a deməli, ya Rabbi, mən əlimdən səni tutmayım, azmayım, səhv yola getməyim, itməyim. Ona görə də 2 qat. Çünki sən təsir göstərsən cəmiyyətə. Nəinki Allah Taala zülm eləyir. Sən səhv eləməyinə təkcə özün səhv istiqamətə getmirsən. Başqalarına da səhv istiqamət aparsan. Başqasını səhv istiqamətə apardığına görə bir günah, özün səhv istiqamətə getirir 2 günah. Allah deyir sənə ona 2 verəcəm. Sonra o tərəfdə deyir hesab yaxşı iş göstərir ki. Çünki başqalarını çəkdiz Allah bilir. Yaxşı. Sonra axır maraqlıdır. Bizərəballah məsələn lillezine amanu imra'ate fir'aun. Allah Fir'aunun xanımına bax. Fir'aunun xanımı Asiyadır. Fir'aunun evindən Asiya çıxır. Yəni mümkündür. Mümkündür, yolu var. Elə bir xanım ki, onun bir duası var da, Qalət Rabbi ibnili aynəkə beytən minəl cənnə deyir. Deməli, bu ayələri qoyanda yanaşı nə nəticə alırıq? Nəticə bunu alırıq ki, peyğəmbərin xanımları bu ayəyə aid deyil. Mümkün deyil ki, onlar peyğəmbərin xanımları olsun. İnnəmə yuridullah yusib ənkum ritz ayəsinə daxil ola bilməzlər. Çünki Allah Taala o ayələrdə onların bu əməllərindən söhbət açır, düzdür? Aha, bu bir sübut ki, onlar peyğəmbərin xanımları deyillər. Bu bir sübut. İkinci dəlil bu Əhzab ayəsi ki, onlara aid deyillər. Siz Əhzab surəsi 33-cü ayədə də düz deyil mövzu. Əhzab elə 33-cü surədir, ayəsi də 33-cü ayədir. Düzdür. Daha doğrusu, bəli, 33-cü ayədir. Bu ayəyə siz baxmaq istəyirsinizsə, ki, demək istəyirsinizsə, əgər bu ayə peyğəmbərin xanımları haqqındadır, baxmalısınız 28-ci ayədən ta 33-34-əcən. Baxsınız, görürsünüz ki, mövzu peyğəmbərin bu ayə, peyğəmbərin xanımlarına aiddir. Necə? Düzdür, mövzu əvvəldən peyğəmbərin xanımları ilə başlayır. Amma bir dənə incə bir məqam var, qrammatikanı bilənlər bilir. Mən oradan bir dənə çıxarış edirəm sizə. Bilirsiniz ki, kateqoriya var. Belə deyək, kişi cinsi, qadın cinsi var ərəb dilində. Məsələn, biz kişiyə də, məsələn, kişilərə də deyirik siz, qadınlara da deyirsiniz, amma ərəblər elə deyil. Necə rus dilində bölünür, ərəb dilində belədir. Məsələn, ərəb dili bir nəfər kişiyə deyir kə, sən, ya ənta. Amma xanım olanda ki, ənti. Yaxşı. Kum, siz kişilər. Kum nə? Siz xanımlar. Yəni sizə kateqoriya var. Şəxs əvəzi. Burada da kum gəlir. Burada kum gedib. Bu ayədə bizim oxuduğum innəma yuridullah liyusib ənkumur ritz əhləl beyt yutəhirəkum təthira. Kum kəlməsi. Demək burada 2 var. Burada 2 var. Sözsüz. Bundan qabaqki ayələrin hamısında şəxs əvəzlikləri qadın cinsindədir. Kum nə? Ayələrə baxın. Özü 22 dəfə. 22 dəfə qadın cinsindədir. Bir dənə ortada bir dənə cümlə gedir. Orada Allah deyir innəma yuridullah liyusib ənkumur ritz əhləl beyt yutəhirəkum təthira. Bir dənə gəlib bu ayəsində kum deyir. Bütün ondan qabaqki ayə, ondan sonra qadın cinsindən gedir. Ayəni deyim, baxın.
Ya eyyuhan nebi, ay peyğəmbər, qulli əzvacik, xanımlarıma de, in kuntunna, qadın cinsi, turidnə əl-həyatət dünya, əgər dünyanı istəyirsiniz, və zinətə, dünyanın bərbəzəyini istəyirsinizsə, fətəaleynə, uməttiikunna, gəlin mənə tərəf kunna, uməttiikunna, gəlin sizin boynuma düşən o haqdırsa onu vereyim, usərrihkunna, yenə kunna, sərahən cəmilə, su boşun. Dünya sizi gəlin siz mən talazınızı da verin, boynuma düşən haqdırsa onu da verin, çıxın gedin. Kunna, fikir verdiniz cinsinə gedən. İn kuntunna, yenə də qadın cinsi. Turidnə Allah, Allah istəyirsinizsə, və rəsuləhu və dərəl-əxirə, fə innəllaha əəddə lil-muhsinati minkunna. Allah siz xanımların içindən yaxşı əməli sahib olanlara əcrən əzima, əzəmətli əcr verəcək. Fikir verir, demir hamımıza verəcəm. O sənin peyğəmbər xanımlarımın içindən hansı ki ilahi yolda qədəm qoyub hərəkət edəcək, onlara böyük əcr verəcək. Burada kunna. Ayən axıra qədər geçsiniz. Kunna, birdən-birə mövzu değişildi. Məsələn, bir dənə ayəsini deyim. Dərinə fi buyutikunna. Oturun evinizdə kunna. Və la təbərrücəl cahiliyyətil ula. O qədər cahiliyyət dönəmindəki olan xanımlar ki, bəzənib düzənib bayra çıxmıyor. Evində özün bilərsən. Söylə, insanları günaha salma. Əqimnəs sələtə, namazı qılın. Ətinəz zəkatə, zəkatınızı verin. Ətinəllah. Fikir verin, bu qədər deyə kunna, qadın cinsi. Değişdi mövzu. İnnəmə yuridullah yusrifə ənkunna ris yox. Siz əhli beyt. Əgər Quran maddəsini oxuyanlar, başa düşürlər, burada bir mövzu var. O kimdirsə başqa. Bəli, deyərsən, orada bir dərdə xanım var. Düzdür, xanım var. Yox, ərəb dilinin qaydasına görə, 4 dənə kişi var, misal üçün, orada bir dərdə xanım var. Kum demək olar. Bu bir məsələ. Bunu nəticə aldıq, neçə dəqiqə danışıram? Danışın, hazır maraqlıdır. Danışın, hə? Maraqlıdır. Bu cəmaat istəyir, suallar var da. Suallarımız da alır. Qarşıda, qoy danışın. hazır orucluğa indi başlamışıq, hələ qarşıda neçə ilimiz var, bir ayımız var, danışın. Sualları cavab verəcəyik də, yəni inşallah. Üçüncü dəlil. Bu hissə Peyğəmbərin xanımlarına aiddir. Nə dəlil nədir? Baxın, buradan bura qədər olan ayələrə diqqətlə baxın. Ləhin və deyiliş üslubu fərqlidir. Nədir? İnnəmə yuridullah yusif ənkumur ritsə deyiliş değişilir. Ona qədər olan deyiliş, danışıq tərzi, üslub, ləhin fərqlidir. Birinci nədir? Birinci hissəyə baxın, tənbih var, xəbərdarlıq var, nəsə xarakterlidir. Belə eləməyin. Belə iş görməyin. Çıxmayın evdən. Ki, məsələn, onda mənasını izah verdim. Cahiliyyət dönəmində giyinən xanımlar kimi giyinməyin. Bunlar nədir? O ayə ki var, evdən çıxmıyor. O demək dedi, xanım evdə oturmalı. O dedim sənə. O elə belə mesaj deyildi. O ki, sonra Peyğəmbər tarix hadisi oldu. Evdən çıxıb müharibə eləməyin. Müharibəyə tərəf getdi. Bu ayə onu işarət edir. Nəinki məsələn, xanım kimi evdə oturmalı. Yox. Xanım ictimai xidmət ola bilməz. Yox. Söhbət o deyil. Mühüm mövzular və prioritet mövzular var ki, belə insan həyat yoldaşı, ailə haqqı, övlad haqqı qorusun. Onun haşiyəsində, onun kənarında ictimai xidmətdə ola bilər. Söhbət onda deyil. Mən tez bunu deyim ki, sui-istifadə eləməsinlər. Ayın ləhninə bax, tənbih, xəbərdarlıq xarakterli, nəsiyyət xarakterli. Amma innəmə yuridullah yusif ənkum ritz əhləl beyt, ləhin dəyişdi. Tərif mədh üslubu. Ora qədər tənbih, burada üslub dəyişdi. Mədh edir Allah Teala. Mən siz əhli beyt, kim çəkin, mən də pak etmişdir. Pak etdim, sənə paksız, elan verəm ki, siz paksız. Bu üçüncü dəlil. Razı? Yaxşı. Dördüncü məsələ ki, bu ayədə olan şəxslər 5 nəfərdir. Onlar kimdir? Peyğəmbər, Əmirül-Möminin, Əli əleyhissalam, Həzrət Zəhra, Həsən və Hüseyn. Bu 5 nəfər. Yaxşı. Hədis hardan deyirəm? Hələ Əhl-i-Sünnə mənbəsindən deyirəm. Hakim Həsqani, Əhl-i-Sünnə alimidir, Şafiidir. Şəvahidut Tənzil bir kitabdır. O kitabında, o əsərində 130 dənə hədis gətirir. 130 dənə hədis gətirir ki, bu ayə, innəmə yuridullah ayəsi 5 nəfər ayədir. Bu bir. İkinci, İhqaqul Haqq, Əhl-i-Sünnə mənbəsidir. 72 dənə Əhl-i-Sünnə mənbəsindən hədis gətirir ki, bu 5 kimsəyə aiddir. Əl-Mizan təfsirində, Əl-Mizan təfsir müəllifi deyir ki, 70 mənbədən çox, orada hətta adları sayır. Məsələn, hansılar, hardan gəlib hədislər. Məsələn, bir Əhl-i-Sünnə mənbəsindən gəlib Əbu Səid Xidri, İbn Abbas, Ayşə, Ümmü Sələmə, amma Şiə məzhəbindən Əbul Əsvəd Duəli, Əbu Zər, Əli əleyhissalamdan nəql olunub ki, 70-dən çox. Nəql olunub nədir? Bu mövzu aiddir 5 nəfər. Bu hədislər. Hətta mən buradan sizə bir dənə hədis oxuyuram. Əhl-i-Sünnənin məşhur sənədidir. Tam rahat olasınız ki, bu 5 nəfər aiddir. Məşhur sənəd kimdir? Sünən-ü Tirmizi. Siz bildirsiniz. Ən məşhur kitablardan biri Əhl-i-Sünnə. Mənim Əhl-i-Sünnə qardaşlarım, dəyərli qardaşlarım, dəyərli bacılarım da baxsınlar bu mövzulara. Elə hamıdan, mən hamı üçün danışıram. Bu hamısı danışdıqlarım bu sevgidəndir, məhəbbətdəndir. Siz şahidsiniz, onlar da şahid. Tirmizi cilt 5 səhifə 351. Hədis budur. Bir nəfər deyir ki, Peyğəmbərin evində idi, ayə nazil oldu. Hansı ayə? Bu hissə. İnnəmə yuridullah yusif ənkum ritz əhləl beyti və təhirəkum tətvirə. Fi beyti Ümmü Sələmə. Biz Ümmü Sələmənin evində idik. Diqqət.
Ondan sonra fədaa, Peyğəmbər çağırdı Fatimətə və Həsənən və Hüseynən. İmam Həsəni də çağırdı, Həsəni də çağırdı, bunları çağırdı. Fəcəllə bir kisain, o kisan o əbanın altına saldı və Əliyyun xəlfə zəhrihi, Əmrül Momin də arxasındaydı, yəni Əli Sinan da oradaydı. Sümmə qalə, hamısını yığandan sonra əbanın altına dedi, Allahümmə, Allahümmə, mənim Allahım, həula